Salam. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Üç Saylı Peşə Məktəbinin Geyim üzrə dizaynı müəlliməsi Nazilə İbrahimova. Bugün mən sizə bu uşaq papağının çertiyojunun qurulmasını və biçilib tikilməsini göstərəcəm. Çox asan başa gələn bir papaqdır. Çertiyojumuzu çəkək. İlk olaraq çərçivəmizi çəkməliyik. 48 cm xəttimizi çəkək. Bu bizim çərçivəmizin enidir. 48 cm. Çərçivəmizin uzunu 34 cm. 34. Hər iki tərəfdən siz də mənim kimi qeyd edin ki, xəttiniz düzgün alınsın. Və 48 cm bir daha burada yoxlayın ki, düzgün alınsın. Deməli 48 cm çertiyojumuzun enidir, 34 cm isə uzunluğudur. İndi isə 48 cm-mizi tən ortadan iki hissəyə ayıraq. Yəni 24-24. Bir də aşağı hissədən qeyd edək ki, xəttimiz düzgün alınsın. Bu 24 cm-dən aşağıya doğru 6 cm ölçərək nöqtələyirik. 6 cm. Və bu 6 cm-dən üfüqi bir xətt çəkirik. Bu xəttimizdən bu hər iki tərəfdən içəriyə doğru 8 cm qeyd edirik. 8 8. Bu 6 cm-dən aşağıya doğru 12 cm qeyd edək. Rəqəmləri hər dəfə çəkdikcə yazın ki, sonra asanlıqla çəkə biləsiniz. Kağız üzərinə köçürəndə 12 cm. Bu 12 cm-mizi düz xətlə birləşdirək. İndi isə bu xəttin hər iki tərəfindən içəriyə doğru 2 cm qeyd edək. 2 2. Və bu nöqtələrdən hər iki tərəfdən yuxarıya doğru şaquli istiqamətdə 5 cm qeyd edək. 5 5. Və bu 5 cm ilə 2 cm birləşdirək. Bu 5 cm ilə 8 cm birləşdirək. Səkkiz cm-dən isə 6 cm-ə aval şəkildə bir nöqtələyək əvvəlcə. Daha sonra qalınlaşdıraq. Bu mərkəzdən aşağıya doğru 3 cm ölçərək nöqtəmizi qoyaq. Bu 3 cm-dən sağa və sola hər tərəfə 4,5 cm işarələyək. Sonda bu hissədən sağa və sola 2,5 cm işarələyək. Dört tam onda 5. Buradansa 3 cm düşmüşdür. İndi 4,5 ilə 2,5'i birləşdirək. Bu məsafənin təxmini orta hissəsini götürək və bu xəttimizi bu şəkildə birləşdirək. Bu papağımızın
son ucları olacaq. Bunu azacıq da avallaşdıraq. Bunun üçün mərkəz hissəsini tapıb hər üç tərəfdən avallaşdırdıq. Bu isə papağımızın ön qatlama hissəsi olacaq. Bunu da bu şəkildə qeyd edək. Gördüyünüz kimi çertiyojumuz çox asan çəkildi. İndi isə bu çertiyoju olduğu kimi vərəq üzərində işləyəcəyik. Bu çertiyojumuzu kağıza işləmək üçün əvvəlcə çertiyojumuzun çərçivəsinin eni və uzunluğuna uyğun olaraq kağızımı kəsirəm. Baxın, eyni ölçüdədir. Deməli, çərçivəm hazırdır. Sonra çərçivəmi iki hissəyə böləcəm. Daha asan olsun deyə. Artıq iki hissəyə böldüm. Baş hissədən 6 cm, gördüyünüz bu 6 cm-i qeyd edim və hər tərəfdə düzgün olsun deyə siz də mənim kimi nöqtələyin və xəttinizi çəkin. Sonra hər iki tərəfdən 8 cm-imizi qeyd edək. 8. Daha sonra 12 cm-imizi qeyd edək. 12. cm. Sonra hər iki tərəfdən bu 2 cm-imizi içəriyə doğru nöqtələyirəm. 2. Yuxarıya doğru 5 cm-mi nöqtələyirəm. 5. Bu nöqtələri birləşdirirəm. Burada da 8 idi. Orta hissədən 3 cm-mi düşürəm. 3 cm-dən sağa və sola 4,5 cm qeyd edirəm. Ən aşağı hissədən sağa və sola 2,5 cm-mi qeyd edirəm. Və nöqtələrimi çertiyojda olduğu kimi birləşdirirəm. Qeyd etdiyim kimi bu hissələrini, hər üç hissəni avallaşdırıram. Burada orta hissəni tutaraq bu şəkildə 5 nöqtəsi ilə 8 nöqtəni birləşdirirəm. Səkkiz nöqtədən 6 nöqtəsinə aval xətt çəkirəm. Çertiyojumuz hazırdır. Bunu siz daha asan kəsməniz üçün vərəqimizi iki hissəyə qatlayırıq. Çünki ən ortadan sağa və sola ölçülər bərabərdir. Və çertiyojumuzu kəsək. Kəsən zaman çəkdiyiniz bu xətt çalışın ki, görünər olaraq qalsın. Baxın bu şəkildə. Bu 6 cm mənim xətlədiyim hissə bu hissədir, baxın. Qeyd edim ki, mən divar kağızından istifadə etdim ki, bu papağın hər iki üzündən də istifadə olunmasını sizə göstərim. Baxın, bu şəkildə papağımız demək olar ki, kağızdan hazırdır. Hazır olan papağımızı göstərim sizə. Baxırsınız. Bu şəkildə. Siz də bu vərəqinizi parça üzərinə qoyaraq iki hissədən, iki ədəd olacaq bu. Yəni bunun bir hissəsi başqa rəng, bir hissəsi başqa rəng olsa daha yaxşı olar. Papağınız iki yüzlü istifadə oluna bilər. Siz bunu elə bir hesab edin ki, bu iki hissəli olan bizim parçamızdır. Bunu üst-üstə qoyaraq bu hissəsindən, baxın, kağızda daha asan göstərim. Bu hissəsindən bu qədər məsafə saxlayırsınız və üst-üstə qoyaraq maşın tikişi ilə tikərək